Allahı tanımaq insan həyatının əsas prioriteridir. Düşünək insanı necə? Elə bil A məntəqəsindən B məntəqəsinə gedən bir müsafirdir. Ortada da bir yol var, daha doğrusu yolu yoxdur, mənzərə var və gəlib orada dincələcək. Adi insan budur ki, gəldi ilişdi o mənzərədə qaldı. Ali insan budur ki, gəlsə dincəlsə belə o mənzərədə ilişmir, gedir məqsədə doğru, B məntəqəsinə doğru. Allah da bunu bizdən istəyir. Deyir, bəndə, mən səni yaratmışam. Deyir, bu dünya müvəqqətidir. Oyun oyuncaqdır. Quran təbirincə desək. Əsas hədəf mənəm. Mənə doğru gəlin. Sən gedib yolunu şaşma, gəldin, ilişdin, dünyada qaldın. Yox, belə olmasın. Dünya ali insan üçün axirətin əkin sahəsidir. Amma ki, ali insan da bu dünyanı yaşayır. Amma adi insan necə yaşayır? Elə bil ki, bu dünyada həmişə var.